olacağım. Mən vətənim torpağı uğrunda canımdan keçməyə hazıram. 22 il müddətində Silahlı Qüvvələrin Mərkəzi Hərbi Klinik Hospitalında travmatoloq ortoped kimi çalışmışam. Müdafiə Naziri baş travmatoloq olmuşam. Başqa həkim yoldaşlarımla Əfqan doktor bir yerdə birləşib getdik Gəncə Hospitalına, Gəncədə yerləşən İnterçok Hospitalına. Mən Türkiyədə yaşayırdım. O vaxtı Türkiyənin Konya şəhərində Nəcməddin Ərbakan Universitetində oxuyurdum. Artıq diplomu almaq üzrə idim. Televizordan təsadüfən eşitdim ki, müharibə başlayıb. Türkiyədə yaşayan bizim minlərlə tələbələr, həkimlər var idi. Hansı ki, onlar hamısı bir qrup yaratdılar. O qrupda təbibə müraciət elədilər həmin dönəm üçün. Və orada təhsil alan cərrahlarımız, həkimlərimiz hamımız həmrəy olduq və biz Azərbaycana gəldik və gələn kimi yenə də təbibin yeni klinikadakı binasına toplandıq. Oradan elə həmən günü cəbhələrə yollandıq. Dörd günlük vətən müharibəsindən danışmaq həqiqətən biz həkimlər üçün də böyük şərəfdir. İlk günü mən Tibb Universitetinin əməkdaşı olduğuma görə ilk günü mən rektorata müraciət elədim. Könüllü olaraq cəbhəyə getməyimi bildirdim. Təkcə mən yox, mənimlə birlikdə Tibb Universitetinin onlarla 20-30-a yaxın həkimi ön cəbhəyə yollandı. Gəncədə olan dövrdə yaralanan sayın az olmasını nəzərə alaraq Füzuli rayonunun Mərkəzi Klinik Xəstəxanasına və eyni zamanda da Ağcabədi Xəstəxanasına, Mərkəzi Klinik Xəstəxanasına göndərilirlər. Sutkada 18 saat, 20 saat əməliyyatxanalarda olurduq. Füzulidən olduğum üçün və zamanında oradan qaçqın düşdüyüm üçün ürəyim çox atırdı ki, elə Füzuliyə gedən. Füzuliyə yollandıq birbaşa. 2 az yaşlı balaca uşaqlarım vardı. Uşaqlara anama təhvil verdim. İçimdə qəribə bir hisslər vardı. Yəni ki, sanki mən də döyüşürmüşəm kimi. İlk günlərdə şimal bölgəsində ağır döyüşlər getdiyinə görə yaralılar çoxsu Naftalan Hospitalına və Gəncədə yerləşən Beynəlxalq Hospitalına, Mərkəzi Klinikasına, Abbas Səhət adına xəstəxanaya gətirildiyinə görə həkimlərimiz üz tutduq Gəncə Beynəlxalq Hospitalına və orada yaralıları qəbul eləməyə başladıq və ayın 18-i artıq orada yaralı sayı az olduğuna görə, əsas istiqamət cənub istiqaməti olduğuna görə 18-dən sonra isə biz könüllü həkimlər Füzuli Diaqnostika Hospitalında fəaliyyət göstərməyə başladıq. Mən diaqnostika mərkəzində idim. Məndən qabaq da orada olan həkimlərimiz var idi. Onlar ezam olmuşdular. Biz könüllülər idik. Elə gedər-getməz elə formamızı geyinib işə başladıq. Elə qapıdan yaralıları qəbul eləməyə başladıq. Elə bir neçə saatın içərisində artıq işin necə getməli olduğunu, nə etməyimiz gərəkdiyini bildik. Biraz çön qardaş, biraz çön o tərəfə. Bir getdik Gəncə düşəndə dərhal əməliyyatxanaya getdik. Əməliyyatxanada cərrah korpusunda çalışan Cəfər Nəsirli doktor, hansı ki professordur. O oradaydı öz briqadası ilə. Biz də qoşulduq bunlara bir yerdə işləmə çalışdıq. İlk yaralımız onun ayağı ətrafı, aşağı ətrafı ağır yaralanmışdı. Snayper güllələri dəymişdi çoxlu sayda. Damarı da zədələnmişdi, sümükləri də dağılmışdı, əzələlər dağılmışdı. Ağır şok vəziyyətinə gətirmiş bir xəstə idi. Sabahsı günün buna söhbət edən zaman bunlar yolda 3 nəfər olmuşdular. İkisi yolda maşına rəhmətə getmişdi. Bu tək gəlib Qostana, Enterçikota çatanda, onun da ağır vəziyyətdə yəni ölümcül halda idi. 12 nəfər olub, yoxsa 15 nəfər olub bilmirəm. 15 nəfər, 100 neçə nəfər ermənə qarşı döyüşmüşdülər. Həmin döyüş yoldaşlarımızı şəhid olmuşdu. Bu 3 nəfər yaralı qalmışlar, bunları da götürüb gətirildiler bizə. İkisi də yolda şəhid olmuşdu, biri sağ gəlib Dəyişdi var. Taxsan? Hər şey yaxşıdır, Kərim, özümə gəl. Kərim özündə də Kərim olaraq yətərlərsiniz. Gözlə.
əskəri ağır vəziyyətə gətiriblər. Yəni, əskər paltarında qolunu belə saxlayıb, paltarın üstündə turniket qoyublar ki, qan axma olmasın. Və əskər paltarı çıxartdıq, ona ilk yardım göstərmək istəyirik. Yardım göstərən zaman məlum oldu ki, bu bədənin yuxarı ətraf bazının orta üçdə-bir səviyyəsində ancaq dəri los qutunda qalıb, ancaq dəri üzərində qalıb. Qalan bütün əzələ sistemi, damarlar hamısı kəsilib, dağılıb. Mən məcbur oldum, yerli keyitmə altında qolu kəsdim, damarlar yaranı işlədim. Durduq ayağa, qalxıq ayağa, deyir ki, doktor, mənim bəs qolumu neylədin? Sən mənim qolumu kəsdin ki. Bəs uşaqlar deyir, mən qranatomiyyot çıxım deyir. Uşaqlar orada tək qalıb, bəs onları kim kömək edəcək? Mən bir qolla hoca necə qranatomiyyot atadım? Və bu kadr heç vaxt mənim həyatımda yadından çıxmayacaq. Bir əskərimiz var idi. Mərmi onun əzələlərini, ayağının bütün əzələlərini götürüb aparmışdı. Sadəcə sümük qalmışdı bir hissəsində və o şiddətli ağrı vardı. Biz belə olanda qangrenalar falan da başlaya bilir. Biz onu vaksin eləmişdik, amma çox dəhşətli ağrısı var idi. Temperaturu 40-dan düşmürdü. Biz onu təxliyə edə bilmirdik, yer yox idi. O şəraitdə, o vəziyyətdə namaz qılırdı, Allaha dua eləyirdi. Siz də Şuşadan? Zəngilanda. Axırıncı yüksəliyi götürdük. Çox iş olan bölümə. Şəhidlərimiz oldu, yaralarımız oldu. Yenə də vətən sağ olsun. Bəli, siz sağ olun. Yaxşı ki varsınız. Qarabağ Azərbaycandır. Bəli. Şükür, elhamdülillah. Özüm də ayağımdan qırığım var, o da boş şeydir. Yenə də vətən sağ olsun. Yenə də hər şey elə bilərik, vətən üçün torpaq. Maşallah, Allah qorusun hamınızı. Məsəl üçün, onun o tərliyə-tərliyə, üzünü yanağının qızardığı halda, titrəyə-titrəyə namaz qıldığını mən unuda bilmirəm. Sonradan gözəl bir şey oldu ki, o sağ-salamat idi və sonra məni tapdı, ailə qurmuşdu. Mənim yanıma evladlarını dünyaya gətirmək üçün mənə müraciət etmişlər. Mən sevə-sevə onlara qulluq eləmişdim. Elə olurdu ki, biz hospitala daxil olan yaralılarımızı ən uzağı 2 gün orada saxlaya bilirdik. Yəni, stabilləşdirdikdən sonra mütləq hospital boşalmalı idi. Bir sol tərəfdə bir qazimiz yatırdı, yaralımız gizlənirdi məndən. Yəni, mən sonradan bildim, mən girəndən ki, özünü yuxuluğa verirdi. Axırda bir dəfə dedim, bu 3 gün yatırdı, bunu yola salmaq lazımdır. Dedi, həkim, bir dəqiqə olar, bir söz demək istəyirəm sənə. Əyildim, deyirəm, nə deyirəm? Deyir, qulağınıza söz. Deyir ki, mən utanıram. Mən Bakıya bu yara ilə getməyə utanıram. 3 gündür mən burada gizlənirəm, yaram sağalıb, yumuşaq toxumalarından keçmişdi, güllə yarası idi. Yəni, məni 2 gündə burada saxlayın, mən ayıbdır. Mən Bakı şəhərinə bu yaralanma ilə niyə gedim? Mənim yoldaşlarım döyüşür, mən mütləq qayıtmalıyam döyüşə. Kişi adamsan. Sağalandan sonra gedəsən ora? Hə? Gedə bilsəm, hə. 18 yaşın var, amma sən qəhrəmansan hocam. Halalsan ya. Halal olsun. Heç olmasa qisas su ala bildin, nəsə eləyə bildin. Adım bilmirəm. Deməli, başından güllə yarası almış bir yaralımız, indi qazimiz, narkozdan ayılan kimi ilk növbədə saatını soruşdu. Dedim, mənim saatim hardadır? Yəni, bizə çox maraqlı gəldi ki, yəni ki, bu saatı niyə soruşur da? Dedi ki, bəs götürülüb əməliyyatdan qabaq açıb qoymuşuq. Sonra saatı verəndən sonra soruşur ki, bu saat nə əhəmiyyət kəsdir? Deyir, mənə komandirim rəhmətlik Polad Həşimov, onun komandiri olub, o təqdim edib. Yəni, onun üçün çox böyük əziz yemiş həmin şey. Ondan sonra çox rahatlandım. Onlar hamısı ilk tibb yardım göstərdikdən sonra çox hissəsi yaralı olaraq geri qayıdırdı. Bu, ən çox bizim xüsusi təyinat qüvvələrimiz var. O qüvvələr içərisində yaralılar 3 dəfə yaralanıb, yüngül yaralanıb, yarasını bağlatdırıb, təzə qayıdıb yenə döyüşə. Yoldaşları tək qoyub getmək olmaz. Bu bizim xalqa məxsus olan bir şeydir. Siz tarix yazırsınız, xəbərim var. Neçə yaşın var? 22.
Zabitsən, Ha, leytenant. sən kişi adamsan. Narahat olma, hər şey də yaxşı olacaq. Yaralılarımız olub ki, yəni ağırlıq dərəcəsi həddindən artıq ağır olub, amma Bakı şəhərinə təxliyə olunmayıb. Yəni istəməyib təxliyə olunmasını. Orada ilkin tibbi yardım göstərib 1 həftə, 3 gün, 5 gün yatıb təzədən döyüş bölgəsinə qayıtmaq istəyənlər olur. İnşallah. Bütün torpaqlarımızı alaq. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Sağalıb yenə qayıdacam. Mən İnşallah. vətənim torpağım uğrunda canımdan keçməyə hazıram. Allah korusun. Oktyabr ayının axırları idi. Təcili tibbi yardım maşını ilə bir neçə yaralı gətirdilər, amma onun içərisində 20 yaşlı bir əsgərimiz var idi, yaralı. Yanındakı əsgərin, yəni səsini biz maşından artıq eşidirdik ki, təcilidə yəni bu danışırdı, indi danışırdı, bir 10 dəqiqə, 15 dəqiqə bundan qabaq danışırdı. İkimiz bir postasız siz. Qanaxmadan yəni dünyasını dəyişmişdi, onu qaytara bilmədik yəni həyata. Həmin an həqiqətən də bizim üçün çox ağır acılar idi. Bunları danışmaq mənim üçün biraz çətin deyil. Mən onu xatırlamaq istəyirəm. Bilirsiniz, hər bir uşaq, hər bir yaralı onlar yandırmaz. Bizim milli qəhrəmanımız var. Mehrab Miftəliyev Sumqayıt şəhərindən xüsusi təyinatlı idi. Məsəl üçün o ora gəlmişdi, bir əsir tutmuşdu, erməniəsirini gətirib təhvil vermişdi və özü də beli ağrıyırdı, qolunda müəyyən travmalar var idi. Mən ondan söz almışdım ki, inşallah geri sağ gələrsiniz. O söz vermədi. Dedi, amma mən sizə yoldaşımın nömrəsini verəcəm. Onu görərsiniz. Mənim 3 dənə uşaqlarım var və gözlərim masmavi idi. Deyir, o analarına heç birisi oxşamayıb, hamısı mənə oxşayıb. Siz onları görəcəksiniz. Şuşa zəfəri günü, o zəfəri çalan oğlanlardan birisi idi. Həmin günü şəhid olmuşdu. Məni ən çox məsəl üçün təsirləndirən şeylərdən biri o idi. Mən sonra onun 3 balasını görməyə getdim Sumqayıta. Sonra xanımı ilə dost oldum, tanış oldum, onlara çox yaxın oldum. Ən ağırı o idi ki, bəzənlər olurdu ki, biz aciz olurduq da. Həmin yaralılara yardım göstərdikdən sonra da yenə həyata qaytarmadıq da, bütün kollektivlə birlikdə məyus olurdu. Mən indi başa düşürəm ki, niyə biz hər şeyi bildiyimiz halda çox şeyi xatırlamırıq. Çünki beyin bizi qoruyur. Mən də o şeylərin çoxsunu xatırlamıram. Bəzən zaman-zaman unuduram, bəlkə xatırlamaq istəmirəm. Amma yəni üzücü şeylər çox idi. Məsəl üçün cibində yazdığı məktubu ilə şəhid olan insanı görmüşdüm mən. 19 yaşında şəhid olanları görmüşdüm mən. 2 qardaş yaralanan insanları, ikisinin də eyni anda yaralandığını görmüşdüm. Qardaşım oğlu Cavanşir Həmidli universiteti bitirmişdi, əskəriyə getdi, 1 illik əsgərə getmişdi və xidmətin bitməsinə 1 ay qalmışdı. O da bütün Azərbaycan gəncləri kimi qoşuldu, getdi müharibəyə. Yoldaşını xilas etmək üçün döyüş zonasında snayper tərəfdən vurulmuşdu. Şəhid oldu. Başqa xalam oğlu da eyni şəhid oldu. Tağev Zamin. Yaralı olaraq gəlirdilər, geri dönmək istəyirdilər. Mənim dostum oradadır, mənim qardaşım oradadır, mən ora getməliyəm. Məsələn, oğlan var idi, Ülvi adı. Onun ayağı zədəli idi, amma o deyir ki, mənim ayağımda heç, əslində ayağını heç hiss eləmirdi.
səhər Polkovnik artilleriya rəisi idi, Taleh. Snayper gülləsi ilə başının alın nahiyəsindən, dərisinin altından girib, dəri altı təpə nahiyəsinə qədər və 13-14 dikiş qoyuldu, yara işləndi, birinci cərrahi işləndi. Sonra həmin polkovnik mənə müraciət etdi, gördüm sənədlə gəlib ki, bəs həkim mənə icazə verin, mən qayıdım. Deyirəm, niyə? Baxı, sənin yaran böyükdür, ağırlıq dərəcəsi var, həm bara travması var. Dedi, yox, mənim hərbi hissənin komandiri şəhid oldu deyəsən. Əskərlərimiz yiyəsiz qalıbdır, mən mütləq getməliyəm, onları idarə eləməliyəm. Həqiqətən də onun sumkasını hazırladıq, dərman preparatlarını təmin elədik. Kamaz maşını gəldi və ona mindirdik, yola saldıq təzədən hərbi hissə. Sonradan həmin polkovniklə Şuşada rastlaşdıq. Sonradan məlum oldu ki, hərbi hissənin komandiri də sağdı, indi bizim generallarımızdan biridir həmin. Acil durumlar idi və hamıya yetişmək olmurdu. Bir tankistin tankın içərisində tamamən dərisinin 4-cü dərəcə yanıqla orada qaldığını və necə dözdüyünü, o ağrılara necə tab gətirdiyini məsəl üçün görmüşdüm. Bir yaralımız olmuşdu. Səhv etmirəmsə, yaralının adı Şirin idi. 2 dəfə 5.45 avtomat gülləsi ilə yaralanmışdı qarın boşluğunda. 2 dəfə əməliyyat olmuşdu, onun qan axması davam edirdi. Yəni ki, təzyiqi qalxan kimi qan axma. 3-cü dəfə qarın açılında cərrahlarımız dedi ki, bəs mütləq təcili təzə qan lazımdır. Biz Füzuli Diaqnostik Hospitalının qabağında da çadır qurulmuşdu. İnsanlar gözləyirdilər ki, yəni qan lazım olanda, düz ehtiyat qanımız var idi. Bəzən olur ki, təzə qan lazım olanda onlara müraciət edirdik ki, bəs oradan qan götürür. Səhərə yaxın 5-də mən qapını açdım, yəni çölə çıxdım və dedim ki, 10 nəfər, ikinci qrup səhv etmirəmsə qan lazımdır. Həqiqətən də onda çadırın içindən 20-30 nəfər çıxır ki, yəni hamısı vermək istəyir qan. 10 nəfər ayırdı. Qapını bağladı ki, qalan lazımdır. Pilləkənlə yuxarı qalxanda orta yaşlı bir zəif 45 kilo çəkisi olar, zəif bir qabağımda kişi gedirdi və soruşdum, açıq mən buna ironiya ilə dedim, həm də əsəbi şəkildə ona dedim ki, səndən nə qan götürəcək, yəni sən niyə girmirsən bura? Yəni onun sifətindəki olan sima heç vaxt gözümün qabağından getməz. Yəni o çox üzünü çöndərdi mən tərəfə, mənə bir söz dedi ki, mənim huşum itənə qədər məndən qanımı götürərsiz. Yəni bu Azərbaycan xalqının necə ordunun yanında olmasını bir cümlə ilə ifadə etdi. Allah ömür versin qaqa. Məsələn, Abbas var idi. Abbas Şəmkirdən idi. Bəlkə buradan məni eşidir. O da sağ-salamatdır. Abbasın bir travması vardı. Reanimasiyada biz ona hemşirəmiz Aytaçla kömək eləməyə çalışırdıq. Adamı mərmilər bir günə qoymuşdu ki, bədənində mərmilərin girmədiyi nöqtə qalmamışdı və mərmilər özü ilə bərabər ora torpaqları da doldurmuşdu. Ətraflarına, əllərinə, ən önəmlisi beyin toxunmasına. Düşünün ki, adamın sağ tərəfində beyin sümüyü zədələnmişdi və sümük qopmuşdu. Onun yerinə ora torpaq daxil olmuşdu və Allah qoruyanda demək ki, qoruyur. Abbas indi sağdır, salamatdır, düzdür, ayağında travmaları var, müəyyən çətinlikləri var, amma yaxşıdır. Müharibədə hər kəsin faydası var. Məsəl üçün, mən oraya həkim olmasaydım da gedəcəkdim. Orada bir əskəri yerdən götürüb digər yerə qoymaq, ona qulluq eləmək, ayağını, paltarına, nəyinə, hər hansı bir şeyinə kömək eləmək belə mənim üçün böyük bir fəxrdir. Görün kimin var belə gözəl ürəkli həmşirəsi. Bu böyük bir komandanın işidir. Yəni orada tibb bacısının, adi xadiməçidən tutmuş, ən ağır məsuliyyətli işləri sürücülərin üzərinə düşürdü. Təcili tibbi yardım sürən, sanitar maşınları sürən, yəni o bütün bu komanda işidir. Bir saat ərzində bəzən elə olur ki, 100, 140, 150 yaralı qəbul edirik. Yəni onu bir adamın işidir, o işlər bölünürdü. Anadır arzularım hər zaman Qarabağ, danışan dil dodağım Tarkaman Qarabağ, Qarabağ can Qarabağ ana yurdum. Hey
Qarabağcan, Qarabağ. Anay. Halaldır sənə, halaldır. Öpdüm səni. Sağ ol. Biz kişi xeylaq olaraq biz 20 saat çalışa bildiyimiz halda bizim gənc qızlarımız da tibbacları, əməliyyat tibbacları hamısı bir yerdə çalışırlar bizdən. Hər kəs öz əməyi, zəhmətin bəhrəsi görəndə çox məmnun olur. Bir insana, bir cavan oğlana, bir ailəyə ata qaytarmısan, bir ataya oğul qaytarmısan, bir gənc xanıma ailə həyatını qaytarmısan, bir uşağı ata qaytarmısan, öz əməlinlə, işlərinlə. Bəli, buna qürur verici şeylər. Azərbaycan Rayon Mərkəzi Xəstəxanasında Əbülfət Doktor Həmidov tərəfindən ayağım əməliyyat olundu və bu günlərimdə ayağımın vəziyyəti belədir. Qolum gördüyünüz kimi qısa bir dəridən sallanmışdı buradan və qolumun dibindən. Qol demək olar ki, tam olaraq ayrılmışdı. Sümük darmadağın idi. Əlfət doktor başda olmaqla hər bir yerdə kimlər ki əziyyətimi çəkib, hər birisinə dərimin minnətdarlığımı bildirirəm. Əməliyyata salıb ayağımı kəsmək istəyirdilər. Yəni qaranti vermirdilər ki, ayağım üstündə qalar. Çünki çox ağır vəziyyətdə idim. Bunu ancaq və ancaq Əlfət doktor edə bilərdi. Yəni kəsiləsi ayağı yenidən bərpa etdi. Azərbaycana xidmət edir. Daima ordumuzun yanında olmaq, dövlətimizin yanında olmalıyıq, dəstəkləməliyik. 20-ci ildən sonra da Azərbaycan Könüllü Həkimlər Assosiasiyasını yaratmışıq. Elə müharibə dönəmindən indiyə kimi də şəhid ailələrdir, qazilərdir, hərbiçilərimizdir. Biz onlara təmənnasız tibbi yardım göstəririk. Şəhid əmanətlərinin demək olar ki, çoxsu ilə tanışıq və onlara hər hansı problem olduqda biz onun canlı şahidi olduğumuz üçün mənə elə gəlir ki, bizim göstərdiyimiz xidmət daha ürəkdəndir. Mənim üçün həmişə bir qırğınlıq var idi ki, mən qaçqın idim. Məktəbimdə də, tələbəliyimdə də hər zaman eşitmişəm qaçqın sözünü. Mənim müharibədən sonra mən qaçqın deyiləm. Onun rahatlığı o qədər gözəl oldu ki, mənə ki, məsələn, mən qaçqın deyiləm. Və müharibədə mənim də bir payım var. Yəni, möhtəşəm bir şey idi və özümlə, millətimlə, hər halimlə qürur duymağa başladım. Müharibəni keçmiş bir həkim idim mən. 44 gün müharibəyə qədər. 94 ildən bu yana aylarla, həftələrlə ön cəbhə xətlərində bir həkim kimi çalışmışam. Amma bu müharibə, 44 gün müharibəsi tamam başqa bir ruhda gedirdi. Müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin də fəaliyyətini biz gərək qeyd eləyək. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər və şəhidlərimizin sayının o qədər də böyük olmamasının səbəblərindən biri də məhz həkimlərdir. Bir yumruq kimi, Cənab Prezidentimizin dediyi kimi, hamımız bir yerdə idik, birimizə dəstək idik. Və ən möhtəşəmi qələbə sevinci idi, Prezidentimizin artıq qələbəni elan edilməsi idi. Aldan azad edin. Ən əsas, yəni biz istəyəndə necə həmrəy ola bilirik, biz istəyəndə necə dağın üstünə qoya bilirik, biz istəyəndə necə birbirimizi sevə bilirik. Yolda əskər maşınları gedirdi, əskəri daşıyan maşınlar cəbhəyə. İnsanların əllərində necə meyvələri, suları daşıyıb ora atmaq istəməyi, hətta o maşının altında qala bilərdilər, amma onlara verməyə çatdırmağı. Yəni biz necə bir-birimizi sevirmişik əslində, amma bunu bildirmirmişik. Mən müharibədən sonra bunu anladım. Bu müharibə bizim tamlığımızı bərpa elədi, şərəfimizi bərpa elədi, qüdrətimizi sübut elədik onlara və bizim kimliyimizi bərpa elədik. 94-cü ildə Azərbaycan ordusunda xidmət eləmişəm. O müharibələrdə hamısı görmüşəm, o travmaları hamısı görmüşəm. Amma bu 44 müharibə
bizim xalqımızı elə birləşdirdi ki, o birləşmə bizim Ali Baş Komandan Dəmir Yumruq dedi ki, bəli biz yumruq kimi olduq. Bütün xalq yumruq kimi oldu. Hamısı birləşdi.